Norveç millisinin və Manchester City'nin hücumçusu Erling Haaland bu mövsümdə klub və yığma üçün 30 gol vuran ilk futbolçu olub. Forvard hazırda davam edən 2026 Dünya Çempionatının seçmə mərhələsində Estoniya ilə oyunda dubl edib. 2025-2026-cı mövsümdə Haaland şəhərlilərin heyətində 19, yığmada isə 11 gol vurub. 25 yaşlı hücumçu bu 30 golu cəmi 19 maçda qeyd alıb. Norveçli futbolçunun vurduğu 30 goldan biri penalti zərbəsindən gəlib. Futbolçunun Manchester City ilə mövcud əmək müqaviləsi 2034-cü ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə oyunçunun bazar dəyəri 180 milyon avrodur.